Salam əziz izləyicilər. Deməli, çevrənin tənliyi ötən dərsimizdə izah eləmişdim. Yenə deyirəm. R kvadrat bərabərdir. X çıxılsın A kvadrat üstəgəl Y çıxılsın B kvadrat şəklindədir. Burada biz AB-ni götürəcək çevrənin mərkəzi. Məsələn, belə deyək də. Çevrənin mərkəzi olsun AB. Hər hansı bir nöqtə, üzərində götürülən hər hansı bir nöqtə də olsun, x, y nöqtəsi. Deməli, və yaxud da tərsinə deyə bilərik. Çevrənin mərkəzini x, y götürərək, hər hansı bir nöqtə də AB nöqtəsi olar və buna uyğun deməli, tənliyimizi qura bilərik. Deməli, bax, bunlar ikisi arasındakı məsafə nə olacaq? Çevrənin radiusu olacaq. Və bu radius iki nöqtə arasındakı məsafə düsturuna əsasən təyin olunacaq. Baxın, həmən bu düsturdur. Yəni, çevrənin tənliyi, çevrənin mərkəzi ilə onun üzərində olan nöqtələr arasındakı məsafə düsturu deməkdir. Çevrənin tənliyi demək. İndi, əgər çevrənin mərkəzi koordinat başlanğıcında olarsa, yəni AB nöqtəsi koordinat başlanğıcında olarsa, koordinat başlanğıcı nədir? 0,0 nöqtəsidir. Deməli, A da 0-dır, B də 0-dır. Onda çevrəmin tənliyi R kvadrat bərabərdir. X kvadrat üstəgəl Y kvadrat şəklinə düşəcək. Əgər, deməli, burada nə oldu? Mərkəz M, mərkəz koordinat başlanğıcında oldu. Əgər çevrənin mərkəzi apsis oxu üzərində olarsa, apsis oxu üzərində götürülən nöqtənin ordinatı 0 olur. Yəni, apsisin müəyyən bir qiymət alır, ordinatı isə 0 olur. İndi burada apsisə A yazaq. Apsis müəyyən bir qiymət alır, ordinat 0 olur. Ona görə də biz burada ordinata 0 yazsaq, yəni B-yə 0 yazsaq, onda qalacaq tək ki Y kvadratı. Onda belə olacaq. R kvadrat bərabərdir. X çıx A kvadratı üstəgəl Y kvadratı. Bu oldu A0. Mərkəz A0 nöqtəsində, yəni apsis oxu üzərindədir. Apsis oxu. Əgər mərkəz ordinat oxu üzərində olarsa, onda x kvadratı üstəgəl y çıxılsın B kvadratı şəklinə düşəcək. Burada mərkəz 0 B nöqtəsində olacaq. Yəni ordinat oxu üzərində olacaq. Ordinat oxu. Baxın burada 0-dır. Ordinat oxu üzərində götürülmüş nöqtənin apsisi 0, ordinatı müəyyən bir qiymət alır. İndi biz bu çevrənin tənliyini biləndən sonra artıq deməli, məsələləri eləyə bilərik. Birincidən başlayaq. Mərkəzi koordinat başlanğıcında olan və 3-4 nöqtəsindən keçən çevrənin tənliyi hansıdır? Mərkəzi koordinat başlanğıcında olan çevrənin tənliyi budur. R kvadratı bərabərdir. X kvadrat üstəgəl Y kvadrat. Bu hansı nöqtədən keçir? 3-4 nöqtəsindən keçir. Deməli ki, X-ə 3, Y-ə 4 verib radiusu tapacaq. R kvadrat bərabərdir 3-ün kvadratı üstəgəl 4-ün kvadratı bərabər 9-un 16-nı 25 eləyir. Bu da 5-in kvadratı olur. Yəni R kvadratı 25 oldu. Onda belə olacaq. R kvadratın yerinə 25 yazacağım. 25 bərabərdir X kvadratı üstəgəl Y kvadratı. Cavabımız 25 bərabərdir X kvadratı üstəgəl Y kvadratı Y variantı olacaq. İkinci sual. Çevrəsinin mərkəzinin koordinatlarını tapın. X çıxılsın 4-ün kvadratı üstəgəl Y üstəgəl 2-nin kvadratı bərabərdir 25. Mərkəzin koordinatları. Deməli, baxın, mərkəzin koordinatları nədir? Mənfi A, mənfi B. Yəni, X çıx A, Y çıx B-dir. İndi mən burada X çıx 4 desəm, onda X çıx A, X çıx 4. Deməli, A 4-ə bərabər olacaq. A bərabərdir 4. Burada isə Y çıx B-dir, Y üstəgəl 2-dir. Yəni, Y çıx B bərabərdir Y üstəgəl 2, Y-lər getdi. Mənfi B bərabərdir 2, onda B bərabərdir mənfi 2 olacaq. Deməli, mərkəzin koordinatları 4, mənfi 2 olacaq. 4, mənfi 2 B variantındadır. Üçüncü suala baxaq. X çıx 4-ün kvadratı üstəgəl Y kvadratı bərabərdir 25. Çevrəsinin OY oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Çevrədə düz xəttdə ümumiyyətlə hər hansı bir funksiya OY oxu ilə kəsişəndə x 0 olur. X-ə 0 verəcəyik, Y-də tapacaq. X-ə 0 verəndə qalır mənfi 4, mənfi 4-ün kvadratı 16 eləyir.
Y kvadratı bərabərdir 25-dən 16 çıxanda 9 və y bərabərdir plus minus 3 eləyir. Deməli, bunun o y oxu ilə kəsişmə nöqtəsinin koordinatları olacaq x0, y-3 və x0, y3. 0-3 və 0-3 nöqtələri olacaq. Bu da C variantını verir. 4-cü sual 3-cü sualla eynidir. 5-ci sualda isə deyir ki, çevrənin OX oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Çevrə OX oxu ilə kəsişəndə Y 0 olur. Y 0 olur. Deməli ki, Y-ə 0 verəcəm. Bu da 0, bu da 0. Qalır x kvadrat minus 6x minus 7 bərabərdir 0. İndi bu OX oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapmaq üçün biz bunun köklərini tapmalıyıq. Toplayanda 6, vuranda mənfi 7 eləyən ədədlər 7 mənfi 1-dir. İndi mənfi 1 ilə 7 arasındakı məsafə deyəndə, yəni deməli baxın, bura mənfi 1 olsun, 0, və burada 7 olsun. Bunlar arasındakı məsafə deyəndə, bax, buradan bura qədər 1 vahiddir, buradan bura qədər 7 vahid. Bunlar arasındakı məsafə nə oldu? 8 vahid. Deməli, cavab 8 olacaq. D variantı. 21-ci sual. X üstəgəl 3-ün kvadratı üstəgəl y üstəgəl 2-nin kvadratı bərabərdir 25. Bir də x çıx 9-un kvadratı üstəgəl y çıx 3-ün kvadratı bərabərdir 1. Bax, birinci çevrənin mərkəzini nə olacaq? Mənfi 3, mənfi 2. Mənfi 3, mənfi 2. İkinci çevrənin mərkəzi nə olacaq? 9, 3. Bunlar arasındakı məsafəni tapaq. Kök altında 9 çıx mənfi 3, yəni 12. 12-nin kvadratı. 3 çıx mənfi 2, yəni 5. 5-in kvadratı. 144 ilə 25-i 169. Buradan da 13 çıxır. 21-də cavab 13 olacaq. İndi gələk 28-ci suala. Deməli, x çıxılsın 2-nin kvadratı üstəgəl y çıx 3-ün kvadratı bərabərdir 25. Mərkəz nədir? 2, 3 nöqtəsidir. Radiusu isə 5-ə bərabərdir. A variantında 3, 4 nöqtəsi verilir. Bunu biz A nöqtəsi ilə işarə edək və AM məsafəsinə baxaq. Bərabərdir kök altda 3 çıx 2, 1, 1-in kvadratı, üstəgəl 4 çıx 3, 1, 1-in kvadratı, bərabərdir kök altda 2. B variantına baxaq. B 6, 8. 6, 8. Onda BM bərabərdir kök altda 6 çıx 2, 4, 4-ün kvadratı 16. 8 çıx 3, 3, 3-ün kvadratı, 8 çıx 3, 5 eləyir. 5-in də kvadratı 25. Bu da kök altda 41 eləyir. C variantı. C, 5, 7 nöqtəsi. CM məsafəsi bərabərdir. 5-dən 2 çıxanda 3, 3-ün kvadratı 9. 7-dən 3 çıxanda 4, 4-ün kvadratı 16. 25 eləyir. Buradan 5 çıxır. Deməli, D məsafəsinə, D nöqtəsinə baxaq. D, 5, 6. Modul DM bərabərdir kök altında 5-dən 2 çıxanda 3, 3-ün kvadratı 9. 6-dan 3 çıxanda 3, 3-ün kvadratı 9. Bu da kök altda 18 eləyir. Və nəhayət Y variantı. Y mənfi 1, mənfi 1 baxaq. Modul YM bərabərdir kök altda mənfi 1 çıx 2, mənfi 3, mənfi 3-ün kvadratı 9. Mənfi 1 çıxılsın 3, mənfi 4, mənfi 4-ün kvadratı 16. Buradan da 5 çıxır. Deməli, əziz izləyicilər, baxın, bizə burada deyir ki, çevrənin daxilindədir, çevrə üzərindədir ya da çevrənin xaricindədir. Və bizə bir çevrə verilir, tutaq ki, baxın, buradan çəkirəm. Çevrənin mərkəzi olsun bura, M nöqtəsi. Bax, bu M nöqtəsi ilə çevrə üzərində hər hansı bir nöqtə götürdüm, P nöqtəsi. Baxın, əgər P nöqtəsi ilə M nöqtəsi arasındakı məsafə radiusa bərabərdirsə, onda deyəcəyik ki, P nöqtəsi çevrə üzərindədir. Misal üçün, baxın, burada çevrənin radiusu 5 verilir.
C nöqtəsi ilə çevrənin mərkəzi arasındakı məsafəni hesabladıqda C-in məsafəsi 5-ə bərabərdir. Deməli ki, yəni radiusa bərabər. Deməli C nöqtəsi çevrə üzərindədir. Onda 2-yə uyğun gələcək. Bax bu da Y nöqtəsi də çevrə üzərindədir. Çünki Y nöqtəsi ilə çevrə mərkəzi arasındakı məsafə 5-ə bərabərdir. Yəni radiusa bərabərdir. Deməli Y nöqtəsi də çevrə üzərindədir. İndi bir dənə çevrə götürürəm. Mərkəzi yəni M olsun. Bax, bir dənə də burada D nöqtəsi ya da C nöqtəsi götürək. Baxın, C-in məsafəsini görürsünüz. C-in məsafəsi çevrənin radiusundan nədir? Böyükdür. Baxın, bu da olsun çevrənin radiusu. Baxın, C-in məsafəsi çevrənin radiusundan böyükdür. Deməli, hansı nöqtə ilə çevrənin mərkəzi arasındakı məsafə radiusdan böyükdürsə, yəni MC böyükdür R. Nöqtə ilə çevrənin mərkəzi arasındakı məsafə radiusdan böyükdürsə, onda deyəcək ki, nöqtə çevrənin xaricində yerləşir. Misal üçün baxaq, kök altında 41, kök altında 41-dən nə çıxır? 6 tam neçəsə. Bu isə 5-dən böyükdür. Deməli, onda B nöqtəsi çevrənin xaricində yerləşir. Çevrənin xaricindədir, 3-dür burada, 3-ə uyğun gəlir. Kök altda 18-dən nə çıxır? Deməli, 4 tam neçəsə çıxır. 4 tam neçəsə 5-dən kiçikdir. Deməli, burada D nöqtəsi çevrənin daxilindədir. Çevrənin daxilindədir, 1-ə uyğun gəlir. Eyni zamanda kökdə 2 də 5-dən kiçik olduğu üçün A nöqtəsi də çevrənin daxilində yerləşəcək. Beləliklə də nə oldu? 1-ə A və D uyğun gəldi. 1-ə A, D. 2-yə C, Y. 3-ə isə B uyğun gəldi. Deməli, bu sualı həll etmək üçün verilmiş nöqtələrlə çevrənin mərkəzi arasındakı məsafəni hesablayacağıq bu qaydanı. Sonra hər bir məsafəni radiusundan müqayisə edəcəyik. Hansı məsafə radiusdan kiçikdirsə, deyəcəyik ki, həmin nöqtə çevrə daxilindədir. Hansı məsafə radiusdan böyüksə, deyəcəyik ki, həmin nöqtə çevrə xaricindədir. Hansı məsafə radiusa bərabərsə, deyəcəyik ki, həmin nöqtə çevrə üzərindədir.